Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri kiçik də olsa bir videom var. Dedim sizlərlə paylaşım. Markete getmişdim. Əslində market deməzdim. Saç kraska salmağa getmişdim. Yol üstü bir də biraz qab mağazinə girdim. Biraz markete girdim. Yəni çəkə bilməsəm də dedim evdə eybi yoxdur, çəkərəm. Biraz uşaqlara peçenya götürdüm. Bir də qənd götürdüm. Yəni marketdən elə alacağım yox idi. Mənə 1 kilo qənd yəni bəs edir. Ona görə də az almışam. Deyirsiniz ki, elə bir böyük bir bazarlıq deyil, amma bizdə qənd içilmədiyi üçün ona görə də elə 1 kilo mənə bəs edir. Bir yoldaşım içir. Qızlar, mən Life Color qoyuram hər zaman saçıma kraska. Yəni qəşəng olur. O birisi kraskalar keyfiyyətsiz olur, belə deyim. Amma bu biraz ən azından o birisilərə baxanda keyfiyyəti yaxşıdır. Qoymuşdum. Burada bu videoda qoymuşdum, amma Life Color'un suyunu götürməmişdim. Bu dəfə fərqli götürdüm. Ona görə atmadım. Dedim saxlayım, gələn dəfə də elə həmən onun suyunu götürərəm. Qızlar, mən bu sulumluğu çox sevirəm. Hər zaman videolarda görürdüm. Ona görə də dedim elə getmişkən birini də mən götürüm. Bir də balzamım qurtarmışdı qızlar. Həmişə balzam Eldor'unkünü istifadə edirdim. İndi bu dəfə bu balzamı götürdüm. Dedim bunu da sınayım, görüm bu necədir. Xoşuma gəlsə bunlardan da alacağım. Qızlar, mən bu salfetka qabını çox sevirəm. Yəni xoşuma gəlirdi. Neçə vaxt idi elə hər dəfə deyirdim ki, gedəndə götürəcəm. Elə yadımdan çıxırdı. Elə bu dəfə getdim, yolumun üstü idi. Dedim elə alım. Düzdür, əvvəlki salfetkalardan yəni varımızdı da, yəni hamının evində olduğu kimi. Amma indi bunlar təzə çıxıb deyən, ona görə dedim fərqli olsun. Mən qızlar bilmirəm, mən özüm eləyəm. Mən inanıram ki, bütün xanımlar da bilirəm ki, elədir. Qav mağazalarını, ümumiyyətcə qav sevirlər. Hər dəfə mən bilirəm ki, yəni özümdən götürürəm. Hər dəfə qav mağazinlərini gəzməyi və yaxud da evə almağı sevirlər. Elə bir xanım olmaz ki, onu sevməyə. Mən də sevirəm. Onlardan da biri mənəm qızlar. Yəni hər dəfə mağazinə, yəni evdən çıxanda, şəhərə çıxanda, əgər vaxtım varsa da qab mağazinləri baxmağı çox sevirəm. Yəni hər dəfə də kiçik də bir şey olsa da belə evə alıram. Ona görə də bu dəfə də istədim sizlərlə paylaşım. Düzdür, mağazada çəkiliş edə bilmədim. Həm vaxt cəhətdən, həm də bilirəm ki, bəzən elə olur, icazə verirlər, bəzən icazə vermirlər. Ona görə də çəkmədim. Qızlar, mən xoşuma gəldi. Mən bəyəndim. Sizlər necə? Sizlər də bəyəndinizsə də fikirlərinizi yorumlarda gözləyirəm. Hələlik sulumluğu da belə Güldanın alt hissəsinə qoydum. İnşallah yemək videolarımda sulumluqdan istifadə edərəm. Mən sevdim qızlar. Bilmirəm sizlər necə? Sizlərin də fikirlərinizi yenə deyirəm, gözləyirəm. Hər birinizin fikirləri mənim üçün maraqlı olar. Ona görə də yorumlarda fikirlərinizi gözləyirəm. Belə hələlik belə istifadə edəcəm. İnşallah, yəni qonaqlıq süfrələrimizdə istifadə edərəm. Bir də qızlar, mən həyətimizdən naynə dərmişdim. Naynəni belə hər zaman belə dərib çubuğundan ayırıram. Aş süzəndən yuyub suyunu süzəndən sonra bir süfrə salıb içəridə quruduram qızlar. Mən günün altında qurutmağı sevmirəm. Onda yaşıl olmur, rəngi biraz qara olur. Yarpaqları elə bir tündləşir. Ona görə də hər zaman evdə qurumağını sevirəm. Özüm evdə quruduram. Sağ olsun, mamam da rayondan elə olur, göndərir qurumuş şəkildə. Amma o olmasa da belə özüm həyətdənmi ya bazardanmı alıram.
yəni quruduram. Sizlər necə qızlar? Sizlər də özünüz qurutmağı sevirsiniz, yoxsa qurumuş şəkildə bilirik də mağazalarda satılır, mağazalardan almağa üstünlük verirsiniz. Amma mən onları da sevmirəm. Amma belə bilirəm ki, özüm yuyuram, təmiz aş üzərindən keçirdib yarpaqlarını da dənə bir ayırıb çubuqlarından belə quruduram. Çox gözəl olur qızlar. Bilmirəm sizlər necə? Qızlar, fikirlərinizin hər birinizi yorumlarında gözləyirəm. Kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Sağ olun, Allah amanında qalın.